Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin ilk 6 ayı üzrə dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan rəqəmlər sosial sahəyə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırıldığını göstərir. Rəsmi məlumatlara əsasən dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib. Əmək haqları, pensiyalar, sosial müayinətlər, dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlər üçün ayrılan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyard manat artıb. Bu rəqəmlər cəmiyyətdə mühüm bir sual yaradır. Görəsən, sosial büdcədəki bu artımı yaxın aylarda maaşların, pensiyaların və sosial müayinətlərin artırılmasına səbəb ola bilərmi? İlin ikinci yarısında bu istiqamətdə yeni qərarlar qəbul edilə bilərmi? Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruç bildirib ki, dövlət uzun illərdir sosial önümlü siyasət həyata keçirir və əsas məqsəd əhalinin rifahının qorunmasıdır. Ekspertin sözlərinə görə inflyasiya və iqtisadi dəyişikliklərin vətəndaşların gəlirlərinə mənfi təsir göstərməməsi üçün dövlət hər il sosial sahəyə ayrılan vəsaiti artırmağa çalışır. Bu siyasət çərçivəsində minimum əmək haqqının artırılması, sosial müayinətlərin yüksəldilməsi və sosial xərclərin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Vüqar Oruç qeyd edib ki, sosial büdcənin böyüməsi dövlətin vətəndaşların sosial müdafiəsini prioritet hesab etdiyini göstərir. Bununla yanaşı o vurğulayıb ki, uzun müddətli dövrdə əsas məqsəd sosial yardımlardan asılılığın azalması və iqtisadi fəallığın yüksəlməsi olmalıdır. Ekspert bildirib ki, sosial xərclərin təxminən 1 milyard manat artması büdcə gəlirlərinin də yüksəlməsini tələb edir. Çünki əmək haqları, pensiyalar və digər sosial ödənişlər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Buna görə də vergi daxil olmalarının artması və iqtisadiyyatın genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə maaş və pensiyaların artırılması ilə bağlı qərarlar prezident tərəfindən qəbul edilir və bu zaman ölkənin maliyyə imkanları, dövlət büdcəsinin vəziyyəti, makroiqtisadi göstəricilər və iqtisadi sabitliyi nəzərə alınır. Ekspert xüsusilə vurğulayıb ki, sosial büdcənin artması avtomatik olaraq maaş və pensiyaların yaxın aylarda mütləq artırılacağı anlamına gəlir. Hazırki göstəricilər daha çox sosial müdafiə siyasətinin gücləndirilməsi istiqamətində atılan addımların davam etdiyini göstərir. Bununla yanaşı, Vüqar Oruç hesab edir ki, mövcud iqtisadi göstəricilər minimum əmək haqqının artırılmasını zəruri edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti minimum əmək haqqının 660 manat səviyyəsində müəyyən edilməsini təklif edib. Lakin hökumətin bu məsələyə mərhələli şəkildə yanaşdığı qeyd olunur. Ekspert əlavə edib ki, dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin artması gələcəkdə indeksləşdirmə prosesinin həyata keçirilməsi üçün əlavə imkanlar yarada bilər. Adətən pensiyalar, sosial müayinətlər və əmək haqları inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilir. Bununla belə hər hansı dəyişiklik yalnız rəsmi qərar qəbul edildikdən sonra qüvvəyə minə bilər. Mütəxəssis hesab edir ki, ölkənin uzun müddətli inkişafı üçün əsas prioritet iqtisadi aktivliyin artırılması, yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsidir. Onun fikrincə, Azərbaycan gələcəkdə xamal ixracından daha çox hazır məhsul istehsalına üstünlük verməli, həmin məhsulların xarici bazarlara çıxarılmasını genişləndirməlidir. Bu yanaşma dövlət büdcəsinin gəlirlərinin artmasına və sosial proqramların daha dayanıqlı maliyyələşdirilməsinə imkan verə bilər.